bu artıq dünyada bildi. Burada çempion olmaq, burada yəni döyüşmək özü bir fəxr. Ən çox sevindiyim yarışlardan biri olmuşdu və burada finalda Rus idmançısına qalib gəlmişdim. Dünya kəmərini 3-cü dəfə belimə taxdı və burada da Roy Jones, dünyanın əfsanəvi idmançısı Roy Jones kəmərimə təqdim etdi. Şirin dilə üstünlük verirəm, yəni yola vermək deyirlərdi ona, yəni yola verib ki, yaxşı da belə elə ola ilişiblər də, yəni əl çəkmir. Onda yəni yumruq işə salmışsınız. Bəli, onda işə salmışam həqiqətən də. Ən böyük arzum, yaxşı sual verdiniz, yəni həmişə qeyd eləmişəm. Bu həmin o Glory zirvəsində döyüşmək və Glory'da Azərbaycan bayrağını dalğalamaq. Hər vaxtınız xeyir olsun əziz dostlar. Lider TV-ni izləyirsiniz. Tet-a-tet proqramı başladı. Bugünkü qonağımız Kobra ləqəbli Pərviz Abdullayevdir. Xoş gəlmişsiniz Pərviz. Xoş gördük. Siz idman ustasısınız, kickboxing üzrə dünya çempionusunuz. Eşitdiyimə görə, dostlarınızın dediyinə görə çox yaxşı dostsuz. Gəlin belə eləyək. Sizi tanımayan insanlara, sizi tanımayan adamlara özünüzü necə təqdim edərsiniz? Olduğum kimi təqdim edərdim Pərviz. Ya da sizin qeyd elədiyiniz kimi Kobra Pərviz. Kobra Pərviz. Bəli. Mənə gəlir daha çox belə tanıyırlar. Bəli, Kobra Pərviz. Pərviz, kickboxing. Neçə ildir bu idman növü ilə məşğulsuz? Mən 12 yaşından idmandayam. Yəni idmanla məşğul oluram. Lakin ilk öncələri başqa idmanı, yəni kung fu, Uşusanda idmanı ilə məşğul olurdum və lakin 2008-ci ildən peşəkar kickboksda döyüş, 2007-ci ildən peşəkar kickboksda döyüşdüm və ilk peşəkar döyüşlərimi keçirdim. Daha sonra isə 2009-cu ildən artıq peşəkar olaraq sırf yəni kickboks idmanı ilə məşğulam. Kickboksing həyatında nəyi dəyişdi? Mən deyərdim ki, kickboks idmanı mənim həyatımda çox şey dəyişdi. İstər yəni, hər tərəfli dəyişildi. Həm yəni bir şəxsiyyət kimi formalaşmamda, bir idmançı, bir şəxsiyyət kimi formalaşmamda mənim üçün böyük rol oldu. Yəni idman təkcə yəni bu həyatda deyil, eləcə də məsəl üçün universitet illərimdə mənə çox dəstək oldu. Daha sonra əsgəri illərimdə mənə çox dəstək oldu və indi də davam edir ki, yəni bu idman yəni mənim həyatımı dəyişməyə davam edir. Gəlin biraz da bu Kobra ləqəbinin tarixçəsindən danışaq. Bunun tarixi hara gəlib çıxır? Yəni özünüz bu ləqəbi özünüzə götürmüsünüz, yoxsa kimsə ətrafınızda olanlardan bu ləqəbi sizə verib? 2007-ci ildə yəni böyük layihə gedirdi. Kanalların birində D8 layihəsi, kickboks yəni döyüş növündən və bu layihədə bizə yəni hərə bir özünə bir ləqəb seçməyi bu təklif edilər və bu idman bildiyiniz kimi daha çox yəni ləqəb, yəni insanlar ləqəblər, döyüşçülər ləqəblərlə tanınırlar. Və mən də fikirləşdim nəyə seçim və beynimə yəni, Kobra, yəni, mən həqiqi sevirəm bu deyək, ilanımı deyək, heyvanımı deyək və bu yəni, ağlıma gəldi və bir də ki, Sylvester Stallone'nin kinosu vardı, filmi vardı ki, orada yəni Cabriolet, Kobra və ondan sonra artıq elə Kobra ləqəbi ilə tanınmağa başladım. Oradan seçildi. İdmanda sahənizdə kifayət qədər tanınan adamsınız və bir xeyli də medallarınız var. Nəzərə alsaq ki, siz 4 qat dünya çempionusunuz. Peşəkarlar arasında hətta belə. Kubok və medallarınızın sayını dəqiq bilirsiniz. Yalançı olaram. Yəni belə deməyək, kubok və medalları deməyim, mən kəmərlərin sayını deyə bilərəm. 4 dənə yəni dünya kəməri var məndə. Yəni 3-ü dünya, biri ümumi lider Heydər Əliyevin şərəfinə keçirilmiş Heydər Əliyev kəməri. Yəni məndədir. Yəni 4 kəməri sayını deyərəm. Dəqiqliyinə. Deməli 4 kəmər. Bəli, amma kubok medallar çoxdur. Çoxdur, sayını itirmişsiniz. Evdə yəqin bir güşə var. Var, bəli. Həmin güşədə yerləşir. Kubokların sayı yox. Pərviz, bilmirəm, bəzi idmançılar deyir ki, idmançı ali təhsil almamalıdır, oxumamalıdır. Yəni, başını aşağı salıb ancaq məşq eləməlidir, gələcək yarışlara hazırlaşmalıdır. Yəni, oxumaq idmançıya aid deyil. Yəni, idmançı əsas gücdür, qüvvətdir, bu olmalıdır və salam. Mən tam əksini deyərdim. Yəni, idmançı nə qədər savadlı olursa, o qədər daha yaxşıdır. Mən özüm Bakıdövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Yəni, məndən soruşanda ki, idman universiteti oxusan, deyirəm, yox, Bakıdövlət Universitetini bitirmişəm. Deyirlər, idman hara və universitet hara, özə tarix fakültəsi. Görürsünüz, sizə də deyirlər. Bəli, lakin mən yəni, oxumuşam, məktəb illərində yaxşı oxumuşam. Yəni, olimpiadalarda iştirak etmişəm tarixdən, yəni tarixçi olmuşam. Və eləcə də elə oldu ki, yəni, mən 403 balla 2003-cü ildə Bakıdövlət Universitetinin tarix fakültəsinə qəbul oldum.
və daha sonra həm idman, həm universitet tutuşdu bir-birindən. Yox, mən tam əksinə razıyam ki, idmançı həm elmli, həm də yaxşı idmançı ola bilər. Olsa daha yaxşıdır. Bir sözlə soruşaq onda sizdən. İdmançı üçün idmanda təsəvvürün təzə idmana gəlişidir. İlk olaraq çətin olan nədir? Yəni, hansı mərhələ var ki, onu keçəndən sonra artıq biraz arxayınlaşma filan? Mən deyərəm ki, daha çox idmançı dərəcələr əldə etdikdən sonra daha çətinləşir. Yəni, idman onun üçün. Yəni, ilk öncələr yarışa çıxdıqda sən heç bir məsuliyyət daşımırsan. Sən ad qazanmaq üçün mübarizə aparırsan. Tutaq ki, dünya çempionu olursan, indi mənim məsuliyyətim daha böyükdür. Sən o adı qorumalısan. Mən dünya çempionu olmuşam və mən yarışa çıxmamışdan qabaq mənim məsuliyyətim daha çoxdur ki, uduza bilərəm, məni izləyənlər çoxdur, tanıyırlar, mən həmişə udmuşam və mənim üçün indi daha çətindir, nəinki əvvəlki vaxtlarda. Daha ağırdır. Pərviz, bəs ən yadda qalan döyüşün indiyəcən? Hansı ölkədə olub bu döyüş? Hansı yarış olub və hansı ölkənin hansı millətin nümayəndəsi ilə, idmançısı ilə döyüşmüsünüz? Demək, peşəkar döyüşlə yanaşı ilk öncələr mən həvəskar arası dünya çempionu olmuşam, Valkov versiyasından. Bu ən ağır versiyadır kickboksda, həvəskarlarda. Və burada mən 5 döyüşdə qələbə qazandım. 5 döyüşdə qalib gələrək dünya çempionatına yiyələndim. Və həqiqətən də mən deyərdim ki, bu mənim üçün ən çox sevindiyim yarışlardan biri olmuşdu. Və burada finalda Rus idmançısına qalib gəlmişdim. Mən yarım finalda Xorvat idmançısına udanda dedim ki, əladır, artıq finala çıxdım. Bəlkə də yetər sözünü dedim özümə, amma insan o daha da istəyirsən də, o finala gəldim və orada Rus idmançısına qalib gəldiyimdə daha çox sevindim həqiqətən. Sevinçli anlarım. Bir də Rusiyada revanş döyüşü idi. Mənim peşəkar döyüşlərimdən biri idi. 33-cü döyüşüm idi. Rus idmançısı Vitali Soroka ilə dünya çempionu. Mən onu 2011-ci ildə məğlub eləmişdim, dünya kəməri udmuşdum. Və o məni revanş döyüşü o deməkdir ki, yəni təkrar döyüşə dəvət eləyir, qələbə qazanmaq üçün və tam hazırlıqlı idi. Mən də məşqlərimi Hollandiyada davam etdirib ora gəlmişdim və bu döyüşdə tam qələbə qazandım. 4 dəfə rəqibi knockdown vəziyyətinə saldım və dünya kəmərini 3-cü dəfə belimə taxdı və burada da Roy Jones, dünyanın əfsanəvi idmançısı Roy Jones kəməri mənə təqdim etdi. Pərviz, sizin tək işiniz, yəni birbaşa ancaq idmanla məşğulsunuz, yoxsa başqa işiniz də var? Yox, mən artıq bir ilə yaxındır ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin əməkdaşıyam və mən çox fəxr edirəm ki, yəni, bu sahədə işləyirəm və burada xüsusi riskli xilas etmə dedikdə bilirsiniz ki, yəni burada insanların həyatının xilası, qəziyyəyə düşmüş insanların həyatını xilas etməkdir və mən həm idman, həm də yəni, bu işlə məşğul olaram və burada da bütün əməkdaşlara, orada rəhbərliyə öz minnətdarımı bildirirəm ki, yəni mən bu işdəyəm. Gəlin biraz danışaq sizin gələcək yarışlarda. Bildiyimə görə Hollandiyada məşq edirsiniz. Bəli. Niyə məhz Hollandiya? Mən demək, yarış qabağı, yarış öncələri bir ay yarım qalmış Hollandiyaya yollanıram və burada məşqlərimi davam etdirirəm. Hollandiya kickboks idmanında, yəni peşəkar kickboks idmanında məşqlərdə birincidir. Nömrə 1, bəli. Yəni burada böyük klublar var. Məsələn, mən məşq etdiyim klub Super Pro klubudur ki, burada məşq edən idmançılar, məsələn, Albert Kraus misal gətirə bilərəm. Mənim çəkimdə 70 kiloqramda Kabir Max'ın ilk dünya çempionudur. Yəni Kabir Max da, Kabir bilirsiniz ki, vaxtilə dünyada bir nömrəli federasiyadır. Lakin həm də Glory Federasiyası var ki, yəni bu dəqiqə kickboksun Glory təşkilatı və bu artıq dünyada birdir və burada çempion olmaq, burada yəni döyüşmək özü bir fəxrdir ki, yəni Azərbaycan bayrağı canlanmasın. Amma hələ ki, yəni biz bunun üçün mübarizə aparırıq və burada da Hollandiyada mən məşq etdiyim klubun idmançısı Rico Verhoeven də ağır vesin, yəni Glory'nin dünya çempionudur. Yəni mən bunları niyə misal çəkirəm? Ona görə ki, bu dünyada bir nömrədir Hollandiya və ona görə də mən məşqlərimi orada davam etdirirəm. Mən 2011-ci ildə seçilmişəm ora, Super Pro klubuna. Orada seçilmək lazımdır. Bəli, mən hər adam gəlib orada məşq edə bilməz. Və burada mənə dəstək də var ki, yəni burada Azərbaycanlı Musa İsayevin yəni dəstəyi ilə mən bu kluba daxil oldum və mən orada yoxlanışa dəvət etdilər. Və şükür Allah ki, seçildim, artıq o klubun üzvüyəm və yəni xarici yarışlarda mənim promotor olma, yəni onlar eləyirlər.
Lakin Azərbaycanda isə mən Qəbələ klubunun üzvüyəm. Yəni Qəbələ klubunu təmsil edirəm. Hollandiya barədə danışdıq. İndi keçək yarışlarınıza. Mən bildiyimə görə yay aylarında hansısa yarış olmalıdır. Bəli, demək biz həmən Glory dediyim yarışı artıq Qəbələ klubu ilə birgə, bizim oradan Hollandiyadan promotorlar və Qəbələ klubu böyük bu yarışı Azərbaycanda Qəbələ gözəl uşaqlarla Qəbələdə təşkil etməyə planlaşdırılır və bu yarış iyunun 28-i ya 29-una planlaşdırılır ki, çox böyük bir yarış olacaq. Burada dünyanın yəni demək tanınmış idmançılarına iştirak edəcək. Həmin qeyd etdiyim Albert Kraus, Esti Gerges və mən də burada döyüşəcəm. İnşallah ki, rəqibim Çin idmançısı gözlənilir. İndi yəqin ki, bir həftə 10 gün içində bu tam təsdiqlənəcək ki, kiminlə döyüşəcəyim. Və mən də bu yarışda həqiqətən də yəni burada əmək olan insanlar çoxdur. Yəni bunun burada təşkil olunmağında, yəni bura gətirilməyində həm Azərbaycan Kickboks Federasiyasının dəstəyi ilə və qeyd edirəm ki, həm də Qəbələ klubunun təşkilatı ilə rəhbərliyi Talih müəllim, eləcə də Fariz müəllim başda olmaqla, bir də Füzul Musayev, yəni bu rəhbərlikdə ki, yəni tanınmış bizim dünya çempionumuz, Çiqat dünya çempionu Füzul Musayevin rəhbərliyi də, yəni bu artıq Azərbaycanda təşkil olunacaq. Neçə nəfər gedir yarışa? Bu yarışda döyüşə. Yəni burada 4 Azərbaycanlı iştirak edəcəkdir və mən Super Fight döyüşünə çıxacağam, bir döyüş Çin idmançısı ilə və həm də burada Glory'nin rəsmləri iştirak edəcək. Bununla yanaşı 10 döyüş olacaqdır burada. Təxmini nəticələr nə gözləyirsiniz bizim idmançılarımız üçün və ya elə özünüz üçün? Mən yəni qarşıma yalnız və yalnız qələbə qoymuşam məqsəd. Yəni yalnız və yalnız qələbədir. Yəni burada idmandır. Yəni hər şey ola bilər, ancaq məqsəd qələbədir. Başqa heç bir şey. İndi tamaşaçılarda sual yarana bilər ki, bu cür titullu idmançının görəsən tələbələri var ya yox? Elə valideynlər ola bilər ki, misal üçün onlar maraqlana bilər, sizinlə necə əlaqə saxlamaq olar və ya sizin tələbələriniz varmı? Onların da uşaqları həmin məktəbdə nəsə öyrənsinlər? Bəli, bizim mənim özümün Cobra Kickboxing klubu var. Yəni burada da yəni bizim yetirmələrimiz vardı ki, yəni orada özüm məşq keçirəm. Necə də yəni Mehman müəllim biz bir yerdə orada məşq keçirik. Cobra Peşəkar Kickboxing klubu. Əhmədli Neapol dairəsinə yaxın. Ümumiyyətlə maraq nə cürdür Azərbaycanda kickboxingdə? Son zamanlar keçirilən yarışlardan sonra yəni həqiqətən böyük peşəkar yarışlar keçirilib Azərbaycanda. Başda millət vəkilimiz Adil Əliyev olmaqla həm də bizim federasiyanın bir prezidentidir və böyük yarışlar keçirilib və bu yarışlardan sonra mən deyərdim ki, daha çoxdur artıq. Yəni idmançılar peşəkar idmançı olmaq istəyirlər. Yəni yeti tələbələr, uşaqlar və maraq daha çoxdur indi hal-hazırda. Və mən inanıram ki, bizim bu təşkil ediləcəyimiz yarışdan sonra, yəni bu Glory yarışından və sonra daha da çox maraq artacaq və məni bundan sonra inşallah avqust ya sentyabr aylarında böyük Glory yarışının özündə yəni böyük döyüş gözlənilir. Birləşmiş Ştatlarda olacaq yarış. Pərviz, başqa bir vacib məsələyə toxunaq. Deyirlər ki, idman insanın yaxşı, daha doğrusu əsl vətənpərvər kimi formalaşmasında kömək olur. Sonra sağlam bədəndə sağlam ruh və əsl şəxsiyyət. Siz bundan razısınız, yoxsa qismən razısınız? Mən əlbəttə ki, razıyam. Həm şəxsiyyət kimi formalaşmağında sağlam bədəndə sağlam ruh dedikdə o ona görədir ki, yəni sən çox pis vərdişlərdən uzaq olursan. Yəni pis vərdişlər deyəndə burada çox şey çəkmək olar, lakin idman həqiqətən də səni uzaqlaşdırır bu vərdişlərdən. Ona görə sağlam bədəndə sağlamlıq olar. Həm də yəni idman insanı yaşlanmağa qoymur, mən deyərəm ki. Bununla yanaşı biraz peşəkar idmanda biraz başqa cürdür. Sınıqlar, zədələr çox olur. Lakin buna baxmayaraq insanı həqiqətən də pis vərdişlərdən qoruyur və insanın şəxsiyyət kimi formalaşmağında da həqiqətən də rolu böyükdür. Ölkəmizdə hər gün 1000 evi su basır. Əsas səbəb köhnəlmiş materiallardır. Ancaq indi Tangit Unilog sapı var. Tangit Unilog boruların hermetik birləşməsinin unikal və etibarlı üsulu.
Tangit Unilog sapı. Bu çox sadədir. Dolayırıq və birləşdiririk. Tangit Unilog borunu qıfıllayır. Henkel keyfiyyəti. Qadınlar atmaq istəyir. Çəki atmaq. Doğadan formun yeni çeşidləri ilə mükəmməl bədənə sahib olun. Hər mövsümdə mükəmməl qamət. Doğadan. Tər tökməsəydin, uğur qazana bilməzdin. Bu ana qədər. Rexona'nın unikal motion sense texnologiyası hərəkət etdiyin zaman səni qoruyur. Odur ki, nə qədər çox hərəkət etsən, səni bir o qədər çox qoruyacaq. Tökülməyə meyilli kövrək saçlar? Yetər. Else Vargine'nin gücü. Arginin saçları möhkəmləndirir və tökülmənin qarşısını alır. 3 kat möhkəmləndirmə. 1 saç kökünü qıdalandırır. 2 onu möhkəmləndirir. 3 saçı ucuna kimi bərpa edir. İnqilabi inovasiya. L'Oreal Paris'dən Else Vargine'nin gücü. Elsef məhsulları indi sərfəli qiymətlərlə. Siz buna layiqsiniz. Alman markası Grundig'lə futbol üzrə dünya çempionatında seçdiyiniz komandaya dəstək olun. Grundig futbol sevərlər üçün xüsusi kampaniya təklif edir. Siz də Grundig LED televizoru alın. Azərkeşli etdiyiniz komanda dünya çempionatında qalib olsa, Siliton'dan Grundig LCD televizorunu hədiyyə qazanın. Grundig'lə futbol sevincinizi 2 qat yaşayın. Telefon 180, Siliton mağazalar şəbəkəsi. Salam. Hazırsan? Həmişəki kimi. 2'ye 4. Elbette. Fil D6. Gözlə, fikirləşim. Şah və mat. Oğlum. Kimden öğrenmişsin ha? Futbol bayramını Braziliyada yaşa. Aprelin 10'undan iyunun 15'ine kimi. Clear al. Kodu 8929'a gönder. Her hafta LCD televizor ve super priz. Brezilya'ya seyahat kazanmak şansı elde et. $2 manat 20 qəpidir. Telefon 162. Neptun supermarketlər şəbəkəsi. Moment yapışkan. İçeride işleme, çöldə üzləmə. Moment montaj çatar köməyimə. Detallar sadə, konstruksiya çətin. Montaj yapıştırar. Etibarlı və asan. Moment montaj, montaj üçün yapışkan. Moment yapıştırar, montaj güclü olar. Moment montaj. Henkel keyfiyyəti. Nivea ekspertləri təqdim edir. Antistres müdafiə dezodorantı. Onun xüsusi sinkli formulu gündəlik olaraq intensiv tərləmədən müdafiə edir. Hətta stresli vəziyyətlərdə. Nəticədən əmin ol. Antistres müdafiə dezodorantı ilə Nivea ekspertlərindən. Eləcə də onun üçün maksimal əminlik. Antistres müdafiə dezodorantı ilə Nivea məndən. Ömrümdə heç yaşamadığım bir hissi. Qələbə həyəcanını yaşadım. Bu xərclədiyimdən qat-qat çox almaq imkanıdır. Ruslan, Pərviz, Fərhad. Sən də Topaz'a gəl. Həyatına həyəcan qat. Topaz, sən də oyna, sən də qazan. Makroflex montaj köpüğü yüksək dünya standartlarına uyğun olaraq istehsal olunur. Makroflexin ideal tərkibi var və o optimal doldurulub.
Makraflex əsl köpük. Hər zaman əla boşalır və sıx yekcins quruluşa malikdir. Mən əminəm. Makraflex. Böyük uğurlar. Henkel keyfiyyəti. Moment yapışdırar. Montaj güclü olar. Moment montaj. Henkel keyfiyyəti. Birinci gündən mən səni qoruyurdum. Və mən səni hər zaman qoruyacağam. Təbii immunitetinin inkişafı üçün mən səni ana südü ilə müdafiə edirdim. İndi mən sənin immunitetini NAN 3 ilə möhkəmləndirirəm. Bu, tərkibində ana südündə olan bifidobakteriyalara oxşar canlı biyel bifidobakteriyalı uşaq qidasıdır. NAN 3 körpələrin etibarlı müdafiəsi. Nestle keyfiyyəti. Futbol bayramını Braziliyada yaşa. Aprelin 10'undan iyunun 15'ine kimi Clearal kodu 8929'a gönder. Her hafta LCD televizor ve Super Priz Brezilya'ya seyahat kazanmak şansı elde et. Mənim Pərviz Abdullayev olaraq formalaşmağımda mən çox razıyam ki, bu idmanın çox böyük rolu var. Düzdür, mən universitet bitirmişəm, belə, amma idman mənə daha çox şeylər öyrədibdir. Nə vaxtsa tarix müəllimi kimi fəaliyyət göstərmək istəmirsən? Gözlənilmir, yəni. Gözlənilmir. Artıq mənim sahəm var. Qeyd edelim ki, Fövqəladə Hallar Nazirliyində çalışmağa davam edəcəm. Aydındır. Qarşıda gərgin yarışlardır, yay aylarında. Mən belə fikirləşirəm, yəni danışığınızdan belə başa düşdüm. Kimin rəhbərliyi altında hazırlaşırsınız? Məşqçiniz kimdir? Demək, mən həqiqətən ilk olaraq may ayının sonlarına qədər Azərbaycanda məşqlərimi davam etdirəcəm. Və burada mən məşqlərimi, mən demək, artıq neçə illərdir Mehman müəllim, Mehman Umudovla davam etdirdim. Və eləcə də bizim 2 qat dünya çempionumuz, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlıq rəisi polkovnik Füzuli Musayevlə davam etdirirəm. Yəni Füzuli müəllimdən həqiqətən də mən çox şey öyrənirəm. Çox şey öyrədir mənə, çox şey öyrənirəm ki, yəni istər idman cəhətdən, istər yəni bu həyat yolunda və çünki öyrəniləsi adamdır. Və mənə inanırsınız ki, mən bəzən özümə də deyirəm ki, mən Hollandiyada necə, yəni nələr deyirlərsə, bəlkə də o mənə artığını deyir. Və biz artıq birinci gündən də məşqlərimizi başlayacağıq. Çünki mən yarışdan yeni gəlmişdim. Artıq 4-5 gün istirahət edirdim. Və birinci gündən artıq məşqlərə başlanılacaq və texniki məşqlər, daha sonra qaçmaq, fiziki məşqlər və artıq bir yerdə Füzuli Musayevlə məşqlər davam etdirəcəyik. May ayının sonlarına qədər və may ayının sonunda mən may ayının 25-i artıq Hollandiyaya yollanacağam. Və Hollandiyada bir ay, yəni biz sırf iyun ayının 28-indəki yarışa hazırlaşacağıq ki, yəni burada da qul oyunu rəsmləri oturacaq, daha Azərbaycandan insanlar oturacaq ki, yəni mən bu yarışda tam qələbə qazanmalıyam və qarşıdakı məqsədlərə doğru yönəlməliyəm. Deməli, səhv etmirəmsə, YouTube-da sizin bir döyüşünüz var. O döyüşə baxanların sayı, yəni internetdə baxanların sayı 2 milyondan çoxdur. Hələm-hələm müğənnilər hansısa musiqi nömrəsində, klipi yerləşdirəndə bu qədər baxış olmur. Bu hansı döyüşdür? İnsanların diqqətini cəlb edən nə var ki, bu qədər baxış var? Həqiqətən də bu mənim bir döyüşüm var ki, burada digər döyüşlərim də yaxşıdır. 500 min, 600 min baxışlar var. Və bu bir döyüşüm, Müzəffər Cəmizli Türk idmançısı ilə döyüşüm vardır ki, burada 1 milyon 200 min artıq keçmişdir və bu da böyük göstərici mənə elə gəlir ki,
bu döyüşdə nokautla bitirmişəm mən. Yəni Türkiyədə olmuşdu bu döyüş, yəni canlı yayımlardı və birinci raundda artıq mən bu döyüşdə bir neçə dəfə rəqibi knockdown vəziyyətə salıram və ikinci raundda tam qələbə nokautla bu döyüşdə qalib gəlirəm. Çox baxımlı döyüşdür. Məqam da var burada. İdmançılar arasında yeganə peşəkar idmançısınız ki, sizin bu idmandan bəhs edən bir klipiniz var. Bu klip həvəskar çəkiliş falan deyil. Tam olaraq peşəkar komanda tərəfindən lentə alınıb. Bundan biraz danışaq. Yəni niyə məhz bu video? Bu klip yəni ərsəyə gəlməyində bizim yəni dostlarımız var ki, Pikmus Production, Prometi, Mehdi qardaşımız Pərviz. Yəni biz dostuq və bu təklifi Pərviz irəli sürdü ki, yəni səhər bir peşəkar klip çəkilsin. Mən də tamamilə razılaşdım və bu klipin çəkimləri başlandı. Və burada yəni həm Mehman müəllim iştirak edir, həm də ki, yəni Füzuli Musayevlə, yəni bu klipdə biz iştirak edirik daha geniş. Və bu klip həm mənim döyüşlərimdən, həm də ki, başqa yəni döyüşlərdən, başqa məşqlərdən, yəni burada Füzuli müəllimlə məşqlərdən, Mehman müəllimlə məşqlərdən yəni göstərirlər. Eləcə də bu klipdə, yəni klipin yəni mahnısı da yəni sırf mənim üçün yazılmışdı. Yəni mənim döyüşə gəlməyim üçün. Yəni bizdə peşəkar idman belədir ki, döyüşə gəldiyin zaman, yəni döyüşə gəlişdə yəni hər hansı bir mahnı seçirsən. Mən ilk əvvəllər, yəni biraz geniş danışım bu haqda. İlk əvvəllər Shaggy bombastik mahnısı. Yəni burada yəni YouTube-da da var o döyüşlərdə. Həmin o döyüşə də o mahnıya gəlmişdim. Məzəli çıxış edirdim də, yəni döyüşə gəldim. Yəni çox baxımlı idi həqiqətən o yəni gəlişimdə. Panama, qalstuk zad açıq bədənə. Mən baxmışam o videoya. Baxmış yəqin, bəli. Və həqiqətən çox istəyirlər mənim elə gəlişimi də şoudur. Şou göstərməlisən döyüşdən əvvəl. Mr. Lover, lover, girl. Mr. Lover, lover, Mr. Lover, lover. She call me Mr. Bombastic, tell me fantastic. Touch me on me back, she says I'm Mr. Rowe. Və məndə də çox yaxşı alınırdı bu. Daha sonra yəni mahnı artıq dəyişildi və son döyüşlərimdə mən mahnı yazıldı. Bu da həmin Pikmus Production dostum, yəni Mehdi qardaşıma minnətdaram ki, burada Alim Qasımov da iştirak edir, yəni bizim böyük sənətkarımız. Səhv var gücü ilə. Var gücünlə vurdu, yəni bu layihədir. Və Alim Qasımov da yəni çox sağ olsun, təşəkkür edirəm ona ki, yəni sırf yəni idman xatiri gəldi. Yəni mənim tanışdığımız yox idi, yəni bir idmançıya dəstək kimi gəldi və minnətdaram ki, yəni o burada gözəl səsindən istifadə elədi və sözünü dedi. Hər səfər döyüş
düşən son nəfəsədək Rəqibinlə ringdə üzbəüz təkbətək Tərəfini tutacaq yalnız və yalnız Bir tamaşaçı bir də yalan bilək Gücünü gələn dəfəyə saxlamadan vur Var gücünlə sağını qoruyur solu ki boşdur oradan vur Var gücünlə içini çölünü elə dağında da darma dağım Var gücünlə vur, var gücünlə vur, 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 vur Biz bu klipin çəkilib 3 gün hardasa, yəni bu çəkilişdə olduq biz. Həm Füzuli müəllimlə çəkilişlər, daha sonra bizim başqa məşqlərdə çəkilişlərimiz. Belə görürəm ki, sizin musiqiyə də biraz meyliniz var. Bəli. Marağınız var. Daha çox lirik musiqi xoşlayıram. Karaoke-də oxuyursunuz? Yox, o talant yoxdur məndə. Bəs özüm Ağdamlıyam, Qarabağlıyam, amma nəsə yoxdur. Amma səsiniz yoxdur. Yox, nə səs var, nə olsun. Bəs kimlərə qulaq asırsınız müasir Azərbaycanın pop estradasında? Daha çox Röya xoşlayıram. Elə bir döyüş ola bilərmi ki, düz əvvəllər Şəqi mahnıları ilə çıxırdınız döyüşə, bundan sonra Röyanın mahnıları ilə çıxırsınız? Yox, çətin olsun. Elə bir mahnılardır ki, yəni orada yerə onunla çıxsam başqa cür döyüşəm. İndi gəlin biraz sizin mütaliənizdən belə suala cavab tapaq. Axırıncı dəfə ümumiyyətlə kitab oxumaqla aranız necədir? Əvvəllər var idi, indi yox, çətin. Əvvəl mən deyərdim ki, yəni biraz əvvəllər oxuyamamışam özüm. Amma bədii kitablara o qədər meyilli olmamışam. Həm də bu son dövrlərdə bu internet təkcə mən yox da ümumiyyətlə bütün mən yaşlı olanların, məndən balaca olanlar, böyük olan hamı internetə artıq meyillidir. Yəni nə lazım olsa internetdən insan, belə o qədər mütaliə yoxdur məndə. Həm də biraz idman vaxtı yox, o qədər vaxtım olmur. Yəni səhər məşq, axşam məşq, yəni imkan olmur ki, yəni sən başqa nə eləsə məşğul olasan. Yəni səhər mən məşqdən çıxıram, çox yorğun olsam. İndi mən ay yarım, 2 ay qalıb yarışa və biz artıq məşqlərə başlayacağıq və bu həqiqətən çox ağır məşqlər gedir. Mən deyərdim ki, yəni siz mənim məşqlərimi görsəz, biraz başqa cürdür. Yəni siz məşqdən çıxırsan, heç nəyə həvəsin qalmır. Sadəcə orada istirahət fikirləşirsən. Ki, bir yana istirahət edim ki, axşam 2 məşqə çatdıra biləsən. Ona görə kitab oxumağa biraz vaxtınız yox. Vaxtım olur. Bəs sosial şəbəkələr necə? İstifadə edirsiniz? İstifadə edirəm bəli. Tez-tez, yəni adamlar var, sadəcə ayda ildə bir dəfə daxil olur sosial şəbəkəyə. Adam da var ki, onun həyatının bir hissəsinə çevrilir. Həyatımın bir hissəsinə çevrilmən yalançı olaram, çevrilməyib. Sadəcə olaraq yəni vərdişdir mən deyərdim ki, bu həm də ki lazımlı bir şeydir. Mən idmançıyam, yəni mənim döyüşlərim olanda reklam eləmək üçün döyüşləri, eləcə də yəni şəkillər mən paylaşıram. Facebook, Instagram ən çox paylaşdığım. Yəni ancaq işinizlə bağlı? Həm işimlə bağlı, mən deyirəm işimlə bağlı, yəni başqa heç bir şey yox. Yəni burada ancaq işlə bağlı mən daxil oluram bura. Özünə qarşı tələbkar olmaq, mükəmməlliyə bir addım daha yaxın olmaq deməkdir. Mən hər zaman daha artığını istəyirəm. Ona görə mən yeni Kotex-i seçdim. Hansı ki, daha çox hop durur, daha yumşaq və rahatdır. Kotex.
daha artığını istəyənlər üçün. Ləkəli pəncərələri yumağın ən yaxşı yolu hansıdır? Bu iş qabınyanla çox yorucudur. Adi şüşə təmizləyiciləri uzun-uzadı sürtmədən xilas etmir. Ondansa spirtli klini sına. Onun fəal köpükləri ləkələrə hopur və asanlıqla yox edir. Sürtmə olmadan tam parlaq parıltılı. Klin, tam parlaq pəncərələr üçün ekspert. Birinci gündən mən səni qoruyurdum və mən səni hər zaman qoruyacağam. Təbii immunitetinin inkişafı üçün mən səni ana südü ilə müdafiə edirdim. İndi mən sənin immunitetini NAN 3 ilə möhkəmləndirirəm. Bu, tərkibində ana südündə olan bifidobakteriyalara oxşar canlı biel bifidobakteriyalı uşaq qidasıdır. NAN 3, körpələrin etibarlı müdafiəsi. Nestle keyfiyyəti. Ömrümdə heç yaşamadığım bir hissi. Qələbə həyəcanını yaşadım. Bu xərclədiyimdən qat-qat çox almaq imkanıdır. Ruslan, Pərviz, Fərhad. Sən də Topaza gəl. Həyatına həyəcan qat. Topaz. Sən də oyna, sən də qazan. Mən Garnier Color Naturals'ı seçirəm. O artıq boyama zamanı saçları qidalandırır və bu hər şeyi dəyişir. Zərif kremin tərkibindəki 3 yağ saçları daxildən intensiv qidalandırır. Nəticə, dolğun rəng, ipək kimi saçlar və ağarmış saçlara əlvida. Dərindən qidalandırma, dolğun rəng yalnız Garnier Color Naturals krem boyası ilə. Garnier Color Naturals krem boyasını alın. İndi cəlb edici qiymətə. Futbol bayramını Braziliyada yaşa. Aprelin 10'undan iyunun 15'ine kimi Clearal kodu 8929'a gönder. Her hafta LCD televizor ve Super Priz Braziliyaya seyahat kazanmak şansı elde et. Böyümək hər uşağın arzusudur. Nesquik, faydalı şokoladlı içki, vitaminlərlə zəngin, xüsusi şokolad dadlı və hər kəsin çox sevdiyi. Bəs siz Nesquik'in müxtəlif vitaminlərlə zəngin olduğunu bilirsiniz? Nesquik, böyümə və inkişaf üçün faydalı, dadlı, şokoladlı içki. Nestle keyfiyyəti. Tər tökməsəydin, uğur qazana bilməzdin. Bu ana qədər. Rexona'nın unikal motion sense texnologiyası hərəkət etdiyin zaman səni qoruyur. Odur ki, nə qədər çox hərəkət etsən, səni bir o qədər çox qoruyacaq. Diqqət! Bütün uçuşlar təxirə salınır. Alpine Gold. Optimizm sənin əlindədir. Yağ əsaslı boyama yalnız salonda mümkündür. İlk dəfə Sios Aleo Intense boyanın təsirini maksimallaşdıran aktivləşdirici yağ tərkibli dayanıqlı boya. İntensiv rəng, yumşaq saçlar və 90%-ədək daha çox parıltı. Ən əsası Sios'u adi mağazada almaq olar. Sios Aleo Intense peşəkar boyama keyfiyyəti artıq əlçatmaz deyil. Alpine Gold'dan yeni, uyğun format. Sevinclə yaşa. Sənin optimizm payın. Hansı dezodoran daha effektivdir? Ən çətin ləkələrə qarşı. Nivea Men ekspertləri gözə görünməz müdafiə dezodorantını təqdim edirlər. Onun təkmilləşdirilmiş düsturu indi daha effektivdir. Onunla qara ilə qara, ağ elə ağ qalır. Siz də əmin olun. Gözə görünməz müdafiə dezodorantı. Nivea Men gün səndən başlayır. Moment yapışkan. İçərdə işləmə, çöldə üzləmə. Moment montaj çatar köməyimə. Detallar sadə, konstruksiya çətin. Montaj yapışdırar, etibarlı və asan. Moment montaj, montaj üçün yapışkan. Moment yapışdırar, montaj güclü olar. Moment montaj, Henkel keyfiyyəti. It must be something psychological. It may be something very physical. That makes me feel the way I do whenever I'm in touch with you. Just let me get my hands on you, and then I want somebody new. With me it's psychological. Xaosa təslim ol. Yeni aks anarxiya. Kişilər və qadınlar üçün. Jacobs üçü birində latte. Ürək yumuşaldır.
Jakobs 3'ü 1'inde Intense güc oyadır. Jakobs 3'ü 1'inde Original özüne güven artırır. Jakobs 3'ü 1'inde xasiyyətinə uyğundur. Futbol bayramını Braziliyada yaşa. Aprelin 10'undan iyunun 15'ine kimi Clearal kodu 8929'a gönder. Her hafta LCD televizor ve Super Priz Brezilya'ya seyahat kazanmak şansı elde et. Pərviz, idmançı olmağın üstünlükləri çoxdur. Misal üçün, hərəkət edə bilərsən tək tənha, kimlərinsə səndən xoşu gəlməyə bilər və ya kimsə hansısa başqa bir məqsədlə sənə hücum edə bilər. Yəni, adam var ki, döyülə bilər, adam da var 5-6 nəfərə qarşı mübarizə apara bilər həmin məqamda. Mənə maraqlıdır, tamaşaçılara da maraqlıdır. Görəsən, Pərvizin həyatında belə bir məqam olubmu ki, kimlərsə dayanan yerdə onun üstünə hücum edəsinlər, dava axtarsınlar və Pərvizin buna reaksiyası necə olub? Təbii, yəni, hər bir zaman olan ki, məndə də olubdur, yəni, tanımayıblar, ola bilsin ki, yəni, olub da yüksələ dalaşmışıq. Yox, bir var, yaxınlaşıb nəsə təzyiq göstərələr, adam var şirin dillə söhbəti bağlayar. Mən daha çox ona üstünlük verirəm. Şirin dilə üstünlük verirəm, yəni yola verməyə deyirlər də ona, yəni yola verirəm ki, yaxşı da belə, elə ola. Amma, məsələn, olub ki, konkret, yəni, o siz deyən kimi deyək də, ilişiblər də, yəni əl çəkmir. Onda, yəni, yumruq işə salmışsınız. Onda işə salmışam həqiqətən də. Və peşman, kim ki o ilişib mənə, çox peşman olub. Valla, mən də onun yerində olsaydım peşman olub. Məncə daha yaxşısı, daha önəmlisi, yəni idmançı, mənə elə gəlir ki, peşəkar idmançı nə qədər səbirli olsa, yəni küçədə, nə qədər səbirli olsa, o qədər yaxşıdır. Mən şəxsən özüm çox səbirliyəm. Mən çalışaram ki, uzaq gəzəm belə şeylərdən. İndiyənə qədər həyatımda çox az olub ki, mən küçədə dalaşam. Amma olubdur və dərsini də bilmişik. Pərviz, bir idmançı olaraq sənin ən böyük arzun nədir? Hansı ki, hələ ki o arzu həyata keçməyib? Yəni, mənim ən böyük arzum, yaxşı sual verdiniz, həmişə qeyd eləmişəm, bu həmən o Qlori zirvəsində döyüşmək və Qloridə Azərbaycan bayrağını dalğanmaq. Bu federasiyada inanın ki, 3 ya 4, şəxsən mənim çəkimdə 3-4 erməni idmançısı vardı və onlar orada döyüşürlər. Mən də istərdim ki, burada döyüşəm və öz gücümü, öz millətimin gücünü orada göstərəm.
Və inanıram ki, bu çox yaxın zamanlarda, yəni bu yay fəslindən sonra artıq mən öz gücümü orada göstərəcəm. Qarşıdan gələn yarışda 70 kiloqramda döyüşməlisiniz. Bəli. İdmançılarda belə bir maraqlı məqam da var ki, çəki arta da bilər, azala da bilər. Mən bildiyimə görə, özünüz dediniz bayaqları, rəfdən qabaq, 80 kiloqramsınız. Amma 70 kiloqramda döyüşəcəksiniz. 10 kilo belə bir az olan vaxtda necə bu çəkini salırsınız? Adamlar var, illərlə boyu qaçırlar, bunu əldə edə bilmirlər. Yəni, inanın ki, həqiqətən bu biraz əziyyətli olan bir şeydir. Mən həmişə deyirəm ki, yarış qutarandan sonra fisoda da saxlayacağım, çəkimi qoymayacağım, qalxsın, maksimum 74-75-də saxlayacağım ki, yəni əziyyət çox çəkməyim də, 4 kilo, 5 kilo o qədər bir şey deyil. Lakin o nəfs var da, yemək, yəni istəyirsən, su içirsən, yemək yeyirsən. Mənim indi çəkim həqiqətən 80, 79, 80 oluram. Və mən düz 10 kilo, ən son yarışımda mən yanvar ayının 18 ayda içində keçənən yarışda 11 kilo çəki salmışdım. 81 kilodan 17 günə. 81 kilodan düz 70 kiloya çəki saldım. Gəldim, çıxdım elə bir şey, mənə dedilər ki, 70-0-0 olmalıdır. Yəni orada 100-200 söhbətə də ola bilməz. Məndə də 400 idi, 70-400. Axşam 3 kilo salmışam. Artıq bədən quruyur da, çətindir. Ne edeyim, orada bir-iki yolları var da, o məsələn, isti suya girirsən, vanniyə, isti vanna qəbul edirsən, orada artıq 10 dəqiqəyə mən 500 qram saldım. Çəkiyə çıxdım 69-800, özüm də biraz yoxdum, çox haldan düşür adam. Bir günə vastanavit olmaq olur, yəni bir günə bədən özünə qayıdır, amma çox ağır bir şeydir. Məsələn, adam var ki, 10 günə salır, 10 kilonu. Məsələn, idmançı var ki, mənim hələ ki vaxtım var. Və mən indidən başlayacağım artıq, yəni çəkimi endirməyə, 78, daha sonra 77, məsələn, müəyyən müddət qalmış yarışa, tutaq ki, bir həftə qalmış, mən artıq maksimum 3 kilo ya 4 kilo artığım olmalıdır ki, mən onu 2 günə, 3 günə artıq salmayayım. Yəni, digər diyeta, məsəl üçün deyir də, indi başqaları diyeta saxlayır, 1 aya, 2 aya, həmən 10 kilonu verir. Bizdə biraz başqa cürdür, mən gündə 2 dəfə məşq edirəm. Burada daha çox kalori mən sərf edirəm, ona görə bizdə daha asandır çəki salmaq. Çəki salmaq məsələsi ilə bağlı dediklərinizdən bəlkə də bəziləri təəccübləndi və ya heyrətlər içində izləyirlər sizi bu dəqiqə. Gəlin bu sizin sağlam, sizin deyəndə ümumiyyətlə idmançıların sağlam qida reseptini bölüşək tamaşaçılarla. Mən məsələn Hollandiyada olduğumda mən orada diyeta, yəni nə yeyəcəyim haqda mənə kağız verildi. Burada mən özüm də şey oldum, yəni burada ən çox düyüdən istifadə olunur. Qaynanmış düyü, yəni yağda bişmiş düyü yox, plov yox, yəni sırf qaynanmış düyü. Yəni gün ərzində siz düşünün ki, mən saat 12-də, saat 3-də, saat 6-ın yarısı, yəni 5-6-ın yarısında məşqdən qabaq, 2 saat qabaq düyü yeyirsən. Yəni 3-də mən orada veriləndə şey, yəni nə yeyəcəyim haqda, məsələn səhər-səhər bal çörək, sonra saat məşqdən qayıtdın gəldim, ta ki 11 yenə bal çörək. Və daha sonra saat 1-də mənə yazılmışdı ki, düyü ilə salat, saat 3-də düyü meyvə, saat 6-da isə düyü toyuq ətindən istifadə eləmək. Bu yəni gün ərzində axşamdakı meyvə, ən çox da ananas. Yəni bu sırf yəni düyü nədir? Düyüdə qaynanmış düyüdə həm güc verir, yəni udarda zərbə verir, kalori bədənə, yəni çünki sən yeməkdən az istifadə edirsən, yəni bədən o qədər vitamin qəbul eləmir. Yəni düyünün tərkibi çox geniş olduğu üçün yəni sırf düyüdən istifadə olunur, həm də çəki verir. Tamaşaçılarımız elə bilər ki, səhər axşam bütün günü düyü yemək lazımdır. Yox, bu sadəcə idmançıların... İdmançı üçün də, yəni bir 15 gün, 20 gün içində çəki salmaq üçün. Mən qreçkadan istifadə edirəm olaraq. Mən yeyirəm çəki salanda. Toyuq əti, balıq əti, yüngül yerlərdə bunlar məsləhətlidir, bəli. Müğənnimiz Mətan xanım İskəndərli ilə bir verilişdə idik keçən dəfə. Məsələn, o sual verəndə, məsələn, o da heyrətləndi ki, necə deyirəm ki, 15 günə 10 kilo mən qeydlərində çox heyrətləndi. Həqiqətən biraz çətindir, ağır bir şeydir. Yəni, qısa müddətdə həm bədənə ziyandır mən deyərəm. Amma məsələn, mən 1 aya, 2 aya çəki salmaq asan bir şeydir. Həm də normaldır. Normaldır, həm nəfsinə biraz üstünlük gəlməlisən, yemək, su. Mən adam tanıyıram, çox qısa müddətdə 2 ay ərzində, məsələn, mənim əmmim oğludur, 22 kilo idi, 20 kilo çəki saldı. O, yəni 2 ay ərzində də, bu normal bir şeydir. Qidadan biraz uzaqlaşdı da yeməkdən, yağlı yeməkdən, soyutmadan çox soyutmadan istifadə olunur.
Gəldik çatdıq söhbətimizin ən maraqlı məqamına. Bilmirəm, bu müxtəlif idman növləri üçün yaş məsələsi var, yoxsa yoxdur. Misal üçün, futbolda adətən öyrəşmişik ki, futbolçunun 35-36 yaşı olsa, onun düzdür, bəzi istisnalar var. Həmin futbolçunun karyerası yavaş-yavaş yekunlaşır. Sizdə idman növü kickboxingdir. Yaş həddi maksimal nədir orada? Yəni, yaş həddi qoyulmur ki, yəni sırf bu yaşa qədər döyüşməlisən. Çünki peşəkar idmandır bu. Peşəkar idmanda yaş həddi yoxdur. Məsələn, mən də özümü deməyim, döyüşənlər var 44 yaşında, yəni döyüşürdü. Peşəkar idmanda Glori'də, yəni Semişelli deyə bilərəm, 40 yaşında Peter Arsi deyə bilərəm. Artıq yeni onlar idmandan getdilər, yəni 40 yaşı. Bu ağır çəki üçün xarakteristikadır. Yəni ağır çəkidə o qədər sürətdən istifadə olunmadığı üçün, yəni döyüş o qədər sürətli getmir. Ona görə orada mümkündür. Lakin bizim çəkidə 70 kiloqramda yəni perspektiv çoxdur. Məsələn, cavanlar çıxır, məsələn mənim 25, 23, 22 yaşında artıq yəni yaşlı, tutaq ki 32, 33 yaşındakı insan mənim sürətimə çatdıra bilmir. Yəni o sadəcə o ustalığından istifadə edə bilər. Və mən belə fikirləşirəm, məsələn, mən öz karyeramı, mənim indi 28 yaşım var, mən karyeramı bitirərəm, məsələn 33 qismət, Allahın qismətini yəni deyirəm, yəni heç bir zədə olmasa, bir şey olmasa, yəni 33, 34, maksimum 34 bitirərəm artıq. Çünki o yaşda artıq döyüşməyin məncə əhəmiyyətsizdir. Çünki cavanlar gəlir, yəni qeyd edirəm, perspektivli peşəkar idmançılar yetişir ki, sən onda olan nəfəsi, onda olan məsələn istəyi səndə ola bilməz. Və istərsən sən bu döyüşdə məğlub olacaqsan və idmandır, siyasətdir, mən belə fikirləşirəm. Bunlarda vaxtında getmək daha məsləhətdir. Yəni nə qədər zirvədəsən, nə qədər yaxşısan, artıq yerini tutmusan, məğlub olmadan getmək daha məsləhətlidir. Və mən də elə 5 il. Aydın, getdiniz, karyeranız bitdi. Bəs ondan sonra avtomatik olaraq vaxtınız çox olacaq, boş vaxtlarınız çox olacaq. Ondan sonra nə etmək fikrindəsiniz? Mən özüm Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etməsinin əməkdaşıyam, burada işləyirəm. Və əlbəttə ki, yəni bu idmanı bitirdikdən sonra karyeranı sırf tam fikrimi öz işimə yönəldəcəm və bu işimdə qalxmağa üstünlük verəcəm. Proqramımızın sonuna yavaş-yavaş yaxınlaşırıq Pərviz. Deməli, ənənəvi bir sualımız var. Bilmirəm, siz bu sualı necə cavablandıracaqsınız. Balaca bir sirri açardınız bizim tamaşaçılarımız üçün, sizin azarkeşləriniz üçün. Buna bir etiraf da demək mümkündür. Yəni, sizə necə rahatdırsa, elə, o cür. Mən deyərdim, yəni, mən həyatımda elə bir qeyri-adi bir şey yoxdur. Məsələn, mən belə bir sir deməyək ona.
Yeməklərdən məsələn sevmədiyim, yemirəm heç vaxt, xoşlamıram. O badımcan Yəni, dolması normalda biz də istəmədiyimizi, xoşlamadığımızı yemirik. Yemirik də, yəni başqa belə bir sir. Misal üçün həmkarlarınızdan, idmançı dostlarınızdan biri bir zaman Babək vurğulamışdı ki, o balıq saxlayır, balıqları çox sevir. Yəni bu onun hobbisidir. Onlara hər zaman baxır və onlara baxanda, akvaryuma baxanda onun əsəbləri sakitləşir. Məsələn, futbol oynamağı çox sevirəm. Mən həm universitet illərimdə, məsələn, universitetin yığmasının üzvü olmuşam, Bakı Dövlət Universitetinin tarix fakültəsinin yığmasında oynamışam. Və mən belə bir şeydə istisna, yəni haşiyə çıxardım ki, məsələn, bu idmanda olmasaydım mən futbol sahəsində olardım. Hücumçu, müdafiəçi yoxsa? Sağ cinah müdafiəçisi olardım. Çünki fiziki gücüm çoxdur və mən oynayanda daha çox fiziki gücümdən istifadə edirdim. Və inanıram ki, bu məndə alınardı. Yəni qismət, yəni Allahın qismətidir və mən indi də şükür edirəm ki, yəni o olmadı. Lakin bu sahədə yəni öz sözümü demişəm və deməyə davam etməyə fikirləşirəm Allahın köməkliyi ilə. Vəssalam, çox sağ ol Pərviz, səmimi söhbətə görə çox maraqlı həmsöhbətsən. Təşəkkürlər. Siz sağ olun, minnətdaram. Yəni mənə verilişə dəvət etdiyiniz üçün bütün lider rəhbərliyinə sizlərə öz minnətdarlığımı bildirirəm. Belə əziz dostlar, bugünkü qonağımız peşəkar idmançı, 4 qat dünya çempionu kickboksing üzrə Kobra ləqəbli Pərviz Abdullayev idi. Gələn görüşlərə dək hələlik.